Hər vaxtınız xeyir olsun. Mən Ceyhun Həsənov. Növbəti test izah dərslərimizi davam etdiririk. Bugün mən sizə Dövlət İmtahan Mərkəzinin 20 variantdan ibarət 3-cü qruplar üzrə nəzərdə tutulmuş imtahanının 15-ci sınavını izah etməyə çalışacağım. Elə isə vaxt itirməyək, dərhal keçək izahlara. Birinci sualda bizdən nə istəyir? 1929-cu il Sovet Azərbaycanı və 1924-cü il Türkiyə Cümhuriyyətinin tarixinə aid oxşar hadisəni müəyyənləşdirin. Yeni konstitusiyanın qəbul edilməsi 1929-cu ildə Sovet Azərbaycanda yeni konstitusiya yoxdur. Ümumiyyətlə, Sovet Azərbaycanda 3 konstitusiya var ki, onlar 1921, 1937 və 1978-ci illərdir. Yeni konstitusiyanın qəbul edilməsi Türkiyə Cümhuriyyəti baxımından təbii ki, ola bilər. Amma Azərbaycan baxımından yox. Ona görə A variantı yanlışdır. Sovet Rusiyası ilə hərbi müqavilə imzalanması. Belə bir müqavilənin bağlanması haqqında 24-cü ildə Türkiyə Cümhuriyyətinə Sovet Rusiyası arasında məsələ getmir. Qaldı ki, bizlə Sovet Rusiyası arasında hərbi müqavilə, biz Sovetlərin tərkibində bir müstəqillik itirmiş dövlət idik və eyni hüquqlu dövlət deyil ki, biz Sovet Azərbaycanı olaraq Sovet Rusiyası hərbi müqavilə imzalayaq. Əlifba sahəsində islahat keçirilməsi bu düzgün cavabdır. Çünki 1929-cu ildə axır ki, Azərbaycan 7-ci əsrdən ərəb qrafikasından yazırdı. 1929-cu ildə latına keçdi. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin istəyi yarımçıq qalmışdı, amma indi isə bu həyata keçdi. Ümumiyyətlə, bu qrafika ilə bağlı 1929-da latına, 1939-cu il qərarına görə 1940-cı ildə kirilə, bir daha 1991-ci ildə müstəqilimizi qazandıqdan sonra latına keçdik. Və eyni zamanda da 20-ci illərdə Türkiyədə də əlifba islahatı keçirilməsini nəzərə alsaq, cavabın C olduğunu görə bilərik. Pasportlaşma sisteminin tətbiqinə başlanması bu ümumiyyətlə SSR üçün 1932-dir. Kəndlərə və kolxozlara şamil olması 50-ci illərin ikinci yarısı. Bu 30-cu illərdə bu variantımızda səhv olacaq. Qaldı ki, Birləşmiş Millətlər Cəmiyyətinə üzv qəbul edilməsi. Təbii ki, Birləşmiş Millətlər Cəmiyyəti hələ 1945-ci ildə yaranacaq. Ona görə də bu cavab avtomatik olaraq səhv hesab olunur. Cavabımız C variantıdır. İkinci suala baxaq. Deməli, Eyler-Venn diaqramı bizə təqdim olunub. Burada Teymurilər, Osmanlı və Böyük Monqol dövlətindən bəhs olunur. Cənubi Qafqaza işğalçı hücumlar etmişdir. Təbii ki, bu hər ikisinə aid olacaq. Cənubi Qafqaz dedikdə təbii ki, Azərbaycan və Gürcüstan nəzərdə tutulur o dövr üçün. Osmanlılar təbii ki, yürüş ediblər. Teymurilər, Əmir Teymur, Monqollar isə bunu 3 dəfə ediblər. Ona görə A variantı ortaya gedəcək. Əsası 14-cü əsrin ikinci yarısında qoyulmuşdur. Bu, təbii ki, Teymurilərdir. 1370-də 14-cü əsrin ikinci yarısı yeri gəlmişkən 1351, 1400-cü illəri əhatə eləyir. Xarəmşahlar dövlətinə son qoyaraq Mərkəzi Asiyanı işğal etmişdir. Bu, Böyük Monqol dövlətidir. 1220-ci illərin əvvəllərində. Azərbaycan uğrunda Qızıl Orda ilə mübarizə aparmışdır. Bu, Teymurilər dövləti olacaq və Hülakülər olacaq. Hülakülər olmadan görə Teymurilərdir. Əmir Teymur və Toxtamışın ifasında. Avropa ilə Asiya birləşən Qızıl Körpünün fəth edilməsi, yəni İstanbulun fəth edilməsi, bu da Osmanlıya aiddir. Deməli, burada 1B-D, 2Y, 3C, 4A variantı olacaq. Cavabımız C variantıdır. 3-də. İkinci Göytürk xaqanlığına aiddir. Bilgə xan hakimiyyəti illərinin dövlətin ən yüksək inkişaf dövrü sayılması. Birinci cavabımız düzdür təbii ki. Bilgə xaqan 2-ci Göytürkdə olub. Onun dövründə Çin tabi edilib, Mərkəzi Asiyanın bəzi tayfaları, Qarluqlar, Qırğızlar və digərləri tabi edilib. Bir düzgün cavabdır. 2 səhvdir. Çünki nəzərə alsaq ki, 2-ci Göytürk dövləti 682-744-cü illərdə mövcud olub. Kürşad Sazov 2-ci Göytürkə yatmağa cəhd eləmişdi. 3.
Dövlətin idarə edilməsində Gülticin və məsləhətçi Tonikkun böyük rol olmuşdu, bu düzdür. 6-cı yüzilliyin 80-ci illərdə zəifləyən 588-ci ildə bu birinci Göytürkdür. Sasanlərin məğlub edilməsi nəticəsində Sogdiani vilayətinə yiyələnməsi bu isə birinci Göytürkdür. Burada nə baş verir? Ümumiyyətlə, cavabı buradan müəyyənləşdirək. Cavab 1-3-dür. İndi isə bunu böyüdək və geniş izah verək. 5-də nə baş verir? 567-ci ildə Sasanilər və Göytürklərin birləşmiş qüvvələri Axund dövlətinə son qoydular. Deməli, Sasanlərlə Göytürk burada ittifaqda oldular. Ancaq sonradan Göytürklər Sasanilərdən tələb etdilər ki, onlar Axundlara verdiyi pulu indi Göytürkə versinlər. Ancaq Sasanilər bununla razılaşmayınca çox çəkmədi ki, maraq üçün deyim, 568-571-ci ildə onların arasında savaş baş verdi və Sogdiana Sasanilər tərəfindən, belə deyim, Sasanlərin əlindən çıxaraq Göytürklərin əlinə keçsin. B variantı. Rusiyadan fərqli olaraq 4-cü suala baxsaq, Rusiyadan fərqli olaraq 17-ci əsrdə İngiltərə tarixinə aiddir. Manufakturalar meydana gəldi. İngiltərədə manufakturalar 16-cı əsrdə meydana gəlib. Rusiyada 17-ci əsrdə meydana gəlmişdi. Birinin üzərindən xərc çəkirik. Burjua inqilabının baş verməsi əlbəttə 1640-dan başlayır. Rusiyada isə burjua inqilabı 2 dəfə 1905, 1907 və eyni zamanda da 1917-ci ildə baş verəcək. İşğalçı müharibələr aparılırdı. Hər ikisi işğalçı müharibələr apardı. İstər Rusiya, istər İngiltərə. Bu səhvdir. Yeni sülalə hakimiyyətə gəldi. Bu da səhvdir. Çünki Rusiyada, yəni bu oxşar cəhətdir. Rusiyada 1613 Romanovlar, İngiltərədə isə 1603 Stuartlar. Parlamentli monarxiya sevildi, bəli. İngiltərə 1689-da parlamentli monarxiya çevrildi və o gün bugünkü parlamentli monarxiyadır. Burada cavabımız 2-5, yəni D variantıdır. Digərlərinə baxaq. Keçək 5-ə. Səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi cavabları müəyyənləşdirin. Baxaq. Eramızdan əvvəl 714-cü ildə Assur hökmdarı Kin Sarqonun Mannaya yürüş etməsi, Mannanın müstəqil dövlətinə son qoyması. Təbii ki, bu yanlışdır. Çünki Mannaya eramızdan əvvəl 590-da son qoyulubsa, bu yanlışdır. 2-də. Eramızdan əvvəl 36-cı ildə Roma sərkərdəsi Antoninin Fraspanın mühasirəyə alması, Atropatenlərin güclü müqavimət nəticəsində Antoninin geri çəkilməsi. Bəli, bu düzdür. Antoni özü Atropatenada məğlub olmuşdu. Sərkərdəsi Kanid isə Albaniyanı tabe etmişdi. Yeri gəlmişkən. Mən artıq bu cümləni deyə-deyə 5-cidə həmin cümlənin yazıldığını gördüm. 2-5. 3-ə baxaq. Albaniya və Atropatena dövlətlərinin yaranması Azərbaycanda vahid türk xalqı. Bəli, bu da düzgün cavabdır. Amma Azərbaycan milləti olsa 19-cu əsr olacaq. Deməli cavabımız 2-3-5-dir. Hər ehtimala qarşı 1-4-ə də baxaq. Eramızdan əvvəl 7-ci əsrdə Manna hökmdarı Axşenin İskit padşahı İşbaka ilə ittifaqa girməsi, Mannanın Midiya əsarətindən azad olması, Manna 590 süquta qədər heç vaxt Midiyan əsarətinə düşməmişdir ki, azadda olsun. Və yaxud belə deyək, 590-da Midiyan əsarətinə düşəndən sonra heç vaxt azad olmayacaq. Və yaxud bu 7-ci əsrdir. Manna Midiya əsarətinə düşməsi isə eramızdan əvvəl 590-dır. Yenə də səhvlik var burada, yanlışlıq var burada. Ona görə cavabımız 2-3-5 olacaq. 8-də. Nə istəyir bizdən? Səfəvi şahı 1-ci Abbasdan fərqli olaraq 2-ci Abbas Osmanlı dövlətinə müharibə aparmışdır. Əgər bu 1-ci Şah Abbasda varsa, 2-ci Abbasda olsa belə bu fərq deyil. Yeri gəlmişən 2-ci Abbasda Osmanlı dövlətinə müharibə yoxdur. B. İngiltərə ilə dostluq. Bu Şah 1-ci Abbasda var, 2-ci Abbasda yoxdur. Şah 1-ci Abbasın 2-ci Abbasdan fərqidir və yaxud Şah 1-ci Abbasda varsa, 2-ci Abbasda nəyinsə olub olmamağı dəyişmir. Bizdə 2-ci Abbasa aid xüsusiyyətlər lazımdır. Paytaxtı Yeni şəhərə köçürüb. Bu 1-ci Şah Abbasın 2-ci Abbasdan fərqidir. Şeybanilərin məğlub edilərək Xorasanı azad etməyə nail oldu. Bu 1-ci Şah Abbasda varsa, 2-ci Şah Abbasda olsa belə fərq sayılmayacaq. Həmçində yoxdur 2-ci Şah Abbasda. Cavab Y. Rusiya ilə baş vermiş hərbi münaqişəni dinc yolla əldə etdi. Bəli. Doğrudan da 1653, 1662-ci illərdə
Rusiya ilə səfərlər arasında münaqişə baş verdi. Və nəzərə alsaq ki, o zaman da hakimiyyətdə 1642-1666-cı illərdə olmuş 2-ci Abbas idi. Mənə elə gəlir ki, cavab bizi qane eləyə bilər. Variant Y. 7. Göstərilənlərə aiddir. İlk dəfə Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirilmiş türk sərkərdəsidir. Dərbənd sədrini təmin etmişdir. Ərəb ordularını dəfələrlə məğlub etmişdir və idarəti dövlətin xilafətinə asılan son qovuşda təbii ki, bütün hamısı sadəcə hökmdar Yusif ibn Əbu Sazza öz əksini tapıbdır. 8-də uyğunluğu müəyyənləşdirək. Azərbaycan Xalq Cümhuriyyəti və Seyid Səfər Pişəvərinin Milli Hökuməti. 1918-ci ilin noyabrında təsbit olunmuş konstitusiya ilə üç rəngli dövlət bayrağı elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiyası olmayıb. Konstitusiya əvəzi istiqlaliyyət bəyannaməsidir. Bir növ. İtaliya ilə hərbi sahədə bəli biz 1920-ci ildə müqavilə imzaladıq və İtaliya bizə yardım edəcəkdi. Bolşevik Rusiyası ilə birlikdə Denikinin hərbi qüvvəyə qarşı mübarizə aparılmışdı. Biz nə Bolşevik Rusiyasına, nə də Denikinə qarşı belə desək, bir-birləri ilə ittifaqa girməmişik. Ümumiyyətlə, C variantı yanlışdır. Mən bir balaca bu məsələyə aydınlıq verim. 1918-1920-ci illərdə Rusiyada vətəndaş müharibəsi baş verirdi. Vətəndaş müharibəsinin bir tərəfində ağlar, digər tərəfində isə qırmızılar dayanırdı. Ağlar, yəni belə desək, keçmiş çar adamları və yaxud müvəqqəti hökumətdən nümayəndələr, qırmızılar isə bolşeviklər idi. Ağların başçısı Denikin, qırmızıların başçısı isə Lenin idi. Fərqi yoxdur. Ağlar və yaxud qırmızılar hansı qalib gəlsəydi, bizdə son qoyacaqdı. Biz qurban idik. Yaxşı bir söz var. Qurbanların taleyini qəssabların kimliyi dəyişmir. Yəni onsuz da hansı qalib gəlirsə gəlsin, hakimiyyətini bütün Rusiyada yayandan sonra keçmiş Rusiya imperiyasını bərpa etmək üçün bizə son qoyacaqdı. Əvvəlcə müharibədə qalib gələn ağlar bizim üçün təhlükə mənbəyinə çevrildi. Sonra isə ağları devirən qırmızılar təhlükə mənbəyinə çevrildi və ən axırda bizə qırmızılar, yəni bolşeviklər son qoyub 23 aylıq günəşimizi qürub etdirdilər. Amma biz nə ağlarla birləşib qırmızılara qarşı, nə də qırmızılarla birləşib ağlara qarşı çıxmamışıq. Deməli, biz bu birinci periodda burada oğurladıq birdən B-ni. Seyid Səfər Pişəvəri müstəqilliyi Antanta Ali Şurası tərəfindən de facto tanınmışdı. Əksinə bu Azərbaycan Xalq Cümhuriyyətinə aiddir. A variantı səhvdir. Azərbaycan dili Cənubi ərazisində, Cənubi Azərbaycan ərazisində rəsmi dövlət dili bəli 1946-cı ildə qəbul olunmuş, yanvarda qəbul olunmuş qərara görə bu düzdür. Aqrar qanun əsasında torpaqsız kəndlilər torpağa təmin olundu. Bəli, Seyid Səfər Pişəvəri Xiyabanidən və AXC hökumətindən fərqli olaraq buna nail oldu. Deməli 1B, 2B, C. Davam edək. 9. 1918-ci il iyun 27-sindən iyulun 1-sinə qədər baş verilmiş Göyçay döyüşünə aid olanları müəyyənləşdirin. Çar Rusiyası avtomatik olaraq səhvdir. 1917-ci ilin fevralından sonra Çar Rusiyası ifadəsini işlədə bilməzsiniz. Fevral inqilabından sonra. Bakı XKS-nin hərbi birləşmələri məğlub oldu. Bəli, 2-ni götürdük. Kimə? AXC Osmanlı ordusuna. Osmanlı və AXC qalib gəldi. Bəli, 3-ü də götürdük. 2 ilə 3-ü götürmüşük. Davam edək. Sentrakaspia qüvvələri. Baxaq. Burada nə deyir? Göyçay döyüşü iyunun 27-si. Sentrakaspia ümumiyyətlə 1 avqustda yaranıb. Yəni o vaxtda Sentrakaspia yox idi. Bu da yanlışdır. İkinci hökumət kabinetinin dövründə baş verib, əlbəttə. Nəzərə alsaq ki, ikinci hökumət kabineti dövrü 1914-ün 19 iyunundan çox üzr istəyirəm, 1914 yox, 1918-in 19 iyunundan 1918 7 dekabra qədərdirsə, təbii ki, Göyçay döyüşü bura düşəcək. Ona görə burada cavabımız 2, 3, 5 olacaq. Yəni variant D. Davam edək. 10-cu suala baxaq. Xəritədə rəqəmlə qeyd edilmiş ölkələrə aid hadisələrin uyğunluğunu müəyyən edin. Aha. Birin hara olduğunu qeyd etsək, yaxşı olar. Təbii ki, İngiltərə. 2-nin
Prusiya və yaxud olsun Prusiya kimi qeyd edək. Yəni Almaniyanın bir hissəsi. Üçün isə Fransa olduğunu qeyd edək. 18-ci əsrin 60-cı ildə sənaye çevrilişi İngiltərədə başlayıb. Biri buraya yazırıq. Qitə bloqadası siyasətini 1806-da Berlində tutan Fransa yeridib. Sadova döyüşünə Avstriyaya qalib gələn isə Prusiyadır. Deməli, 1-ə A, 2-yə S, 3-ə B. Variant B. Davam edək. 11-ci suala baxaq. Ağqoni və Qaraqoni dövlətlərinə aid oxşar xüsusiyyət deyil. Oğuz mənşəli sülalə tərəfindən əlbəttə bu düzgün cavabdır. Nə mənada düzgün cavabdır? Yəni ortaq cəhətdədir. Bizə lazımdır ortaq cəhət olmaz. B. Ərdəbil hakimiyyətinə qarşı Şirvanşlar dövlətlə ittifaqda olması. Bu da ortaq cəhətlərdir. Niyə? Qaraqoni 1488-də Şahdağ döyüşündə Şirvanşlarla birləşərək, Qaraqoni isə 1460-da Samur döyüşündə Şirvanşlarla birləşərək Səfəvlərə qalib gəlib. Əvvəlcə Şahdağ döyüşündə Şeyx Heydər, Samur döyüşündə isə Şeyx Cüneyd öldürülmüşdü. B səhv. Teymurilər dövlətlə müharibə. Qaraqoni-Teymuri savaşı nə qədər desəniz. Ağqoni-Teymuri savaşı elə Ağqoni dövləti yaranan kimi bu dövlətin ilk savaşı dövlət olaraq Teymurlərlə olub. 68-69-cu illərdə Muğan döyüşü. Bu da Qaraqoni-Ağqoni üçün oxşar cəhətdir. Təbriz şəhərinin paytaxt seçilməsi bu da oxşar cəhətdir. Təbii ki, cavab D-dir. Yəni Səfəvilər dövlətinin 1501-də yarandığını nəzərə alsaq, 1468-də süqut uğrayan Qaraqoni dövləti onu görə bilməz. Ehtiyatlı olaq. Qaraqoni dövləti ilə Səfəvilərin savaşı var. Çünki nəzərə alsaq ki, Səfəvilər deyəndə 13-cü əsrdən 1736-ya qədər nəzərdə tutulur. Yəni 13-cü əsrdən 1501-ə qədər Ərdəbil hakimiyyəti adı altında, 1501-dən 1736-ya qədər Səfəvilər dövləti altında ümumiyyətlə biz buna Səfəvilər deyə bilirik. Deməli, Qaraqoni Səfəvi savaşı olub 1460 Samur döyüşündə. Amma bu Səfəvi dövləti deyil. Ona görə 11-ci sualda cavab D variantıdır. Ağqoninin təbii ki, Səfəvi ilə savaşı var dövlətinin. 1503 Alma bulağı. Davam edək. 12. Azərbaycan erkən orta əsrlər və klassik feodalizm dövrlərinin ümumi cəhətini müəyyənləşdirin. Erkən orta əsrlər nəzərə alsaq ki, 3-11-ci əsrlərdir. Klassik feodalizm isə 11-15-ci əsrlərdir. Baxaq. Sasani imperiyasının mərzbanlarından biri olması. Sasani 7-ci əsrdə süquta uğrayıb baxın. O heç klassik feodalizmi görməyib. A variantı üzərindən xətt çəkirik. Roma imperiyasına qarşı mübarizə. Roma imperiyasında klassik feodalizmi görməyib. Xəzər-Ərəb mübarizələrinin başa çatmasını 8-ci əsr kimi qiymətləndirsək, bu da klassik feodalizmə düşmür. Əhalidən gezidin alınması 7-ci əsrə qədər Sasanilərin süqutuna qədər davam edibsə, bu da düşmür. Təbii ki, cavab D-dir. Vəqf. Vəqfin ümumiyyətlə mən riyazi cədvəlini belə yazardım. 7, 19. Yəni vəqf istər erkən feodalizmdə, istər klassik feodalizmdə, istər son feodalizmdə istifadə olunub. Ümumiyyətlə ərəblərin dövründə 7-ci əsrdə yaranmış 5 torpaq mülkiyyət formasından nisbətən iqtanın ömrü qısadır oldu. Nisbətən. 7-14 parçası. 7 qalan vəqf, divan, icma, mülk hamısı 20-ci əsrə qədər gəlir. Mülk isə elə indi də var. 13-də cavabımız D oldu. 13-də. Baxaq. 50-ci illərin ikinci yarısı Sovet Azərbaycanının tarixinə aid deyil. Bu 1950-1959-cu illəri əhatə eləyir. Azərbaycan dilinin dövlət dili olması haqqında konstitusiya yeni maddənin əlavə olunması. Ehtiyatlı olaq əzizlərim. Doğrudan da bu yeni konstitusiya deyil. 1937-ci il konstitusiyasına İmam Mustafayevin dövründə 56-cı ildə yeni maddə əlavə olunur. Bu haqda. Heydər Əliyevin gələcəkdə dövründə isə 1978-ci ildə birbaşa yeni qəbul olunan konstitusiyada bu dil haqqında qərar var. A variantı 50-ci illərdir.
Bəli, B variantını İmam Mustafayev eləyib. 54-59-da hakimiyyətdə olan bu da 50-ci illərdir. C-də İmam Mustafayevin millətçilikdə təqsirləndirilərək hakimiyyətdən uzaqlaşdırılması da 50-ci illərdir. D-də 1956-dır. Burada cavab Y-dir, Novruz bayramı. Bu təxminən 1967-dir. Cavab Y-dir. Novruz bayramı ilə bağlı bir məsələni qeyd etmək istəyirəm. Novruz bayramı mədəniyyət katibi Şıxəli Qurbanovun böyük, belə deyim, əziyyət nəticəsində keçirməyə başlanıb. Uşaq fikirləşir ki, Şıxəli Qurbanov bəs o zaman bizdə Komünist Partiyasının birinci katibi kim idi? Vəli Axundov. Tamam. Onsuz da bütün katiblər birinci katibə tabidir. Vəli Axundov. Yəni Novruz bayramının keçirməyə başlaması Vəli Axundovun katibliyi dövründə, amma hansı katibin daha çox rolu var bu bayramın keçirilməsində? Mədəniyyət katibi Şıxəli Qurbanov. Davam edək. 14-də uyğunluğu müəyyənləşdirməliyik. Baş vəzir toqquşur 1-də dini idarələrə başçılıq edirdi. Bu yanlışdır axı. Baş vəzirin dini işlərlə əlaqəsi yoxdur. Ona görə biz birin üzərindən xətt çəkirik. Sonra ikinci toqquşma nöqtəsinə baxaq. Baş vəzir Osmanlı dövlətinin ikinci vəzifəli şəxs sayılır. Bəli, bu düzgün cavabdır. Üçüncü toqquşma nöqtəsinə baxaq. Əmrəl Ümarət Dehli Sultanlığında hərbi işlərə rəhbərlik edir. Dehli Sultanlığında hərbi işlərə vəzir başçılıq edir. Maraqlı xüsusiyyətdir. Bu da səhvdir. 4-ə baxaq. Sədr Əzəm maliyyə işlərinə. Xeyr, maliyyə işlərinə adətən bütün dövlətlərdə vəzir baxacaq. Sədr Əzəm dini idarələrə başçılıq edir. Bəli, bu düzgün cavabdır. Mövlana ləqəbi daşıyır. Qaraqoyunlu Ağqoyun dövründə. Deməli, cavab D variantıdır. Davam edək. 15. Hadisənin uyğunluğunu xəritədə hərflərlə göstərilmiş şəhər və rayonlara görə müəyyən edin. Hansı rayonu veriblər bizə? A variantına baxsaq, burada Şuşadır. Qıraqdan yazaq. A. Şuşa. B variantına baxsaq, bizə ərazi baxımından Xocavənd bölgəsinə bənzəyir bu. C variantının Bərdə olduğunu nəzərə alsaq, D variantının Gəncə olduğunu nəzərə alsaq, baxaq. Vətən müharibəsinin gedişində cəbhə bölgəsindən kənarda yerləşdədir Ermənistan və Ermənistan tərəfindən ballistik raketlərlə. Təbii ki, Bərdəmiz və Gəncəmiz vurulub. Ona görə də 3-ə həm C, həm D. Azad edildiyi gün tariximizə zəfər günü söhbət təbii ki, Şuşadan gedir. A-ya 2. 2023-də lokal antiterror əməliyyatları ləğv olunmuşdu. Bu da Xankəndi Xocavənd tərəfdə verirsək. Bu da B. Deməli, nə tapdıq burada? 1-ə getdi C, D. 2-ə getdi A, 3-ə getdi B. Variantımız A variantıdır. 16-ya baxaq. Soyuq müharibə dövrünə aiddir. Soyuq müharibə, niyə soyuq müharibə? Çünki qarşı-qarşı tərəfə duran iki dövlət, ABŞ və SSR bir-birlərinə birbaşa müharibə etmirdilər. Soyuq müharibə əhatə edir 1946-1991-ci illəri. Baxaq. Lend-Liz haqqında qanunun SSR-yə şamil edilməsi. Lend-Liz haqqında qanun Amerikaya aid bir şeydir. Bu, Amerikaya yaxın olan dövlətlərə köməkdir. Yaxşı, Amerikanın SSR müharibə içərisindədirsə, soyuq müharibədə iki tərəf bir-birlərini qırırsa, bir tərəfdə ABŞ, bir tərəfdə SSR. ABŞ niyə SSR-yə kömək etsin? Bu 41-ci ildir və yanlışdır. Qış müharibəsinin baş verməsi, bu 1939-40-dır. Və yenidən soyuq müharibə dövrü gözlənilmir.
ABŞ-ın Yaponiyanın Hiroşima və Nagasaki şəhərlərinə atom bombası atması bu 1945-ci ilin avqustudur və 2-ci Dünya müharibəsinin gedişidir. Bu da səhvdir. Deməli bizdə cavab olacaq 4-dən 5. Çünki 1, 2, 3 il baxımından şərtlər ödəməlidir. Belə ki, Fransanın Əlcəzairdə dinc əhaliyə qarşı soyqırım törətməsi 50-ci illərin son 60-cı illərin əvvəllərində 1950-60-cı illər desək, hər ikisi şərt ödəyir. Son tutuşma SSR-nin Əfqanistana girməsi 1979-dur. Bu da şərt ödəyir. 4, 5, yəni cavabımız C variantıdır. 17. Birinci Dünya müharibəsindən fərqli olaraq 2-ci Dünya müharibəsində Şimali Azərbaycan. Qərbi Avropanın tamam. 2 tərəfli sualdır. Səhifənin digər tərəfində də qalıb. Baxaq 1-1. Qərbi Avropanın partisan hərəkatında yaxından iştirak etmişdir. Bəli, bu ikincidədir. Məsələn, 2-ci Dünya müharibəsi dövründə bizim Əhmədiyev Cəbrayılov, Daniel Abdullayev, Fransanın azad olunmasında, eləcə də Vilayət Hüseynov, Mustafa'nın həbs olunmasında çox mühüm rol oynayıblar. Bir düzgün cavabdır. Vuruşan tərəflərin rəqabət meydana çevrilməsi. Hər ikisində biz vuruşan tərəflərin rəqabət meydanıyıq. Düzdür, 1-ci Dünya müharibəsində bizdə güllə atıldı 1918-ci ildə. Ona qədər ərazimiz, belə deyim, poligon ərazi olmadı. 2-ci Dünya müharibəsində isə ümumiyyətlə bizdə güllə atılmadı. Amma buna baxmayaraq, hər ikisində vuruşan tərəflərin rəqabət meydana çevrilmişik. Çünki nəyimiz var? Neftimiz. 2 ortaq cəhətdir. Hələ ki biri götürmüşük və biri buraya yazıram ki, unutmayaq, daha o səhvəyə qayıtmayaq. Qadınlar cəbhədə qəhrəmanlıq göstərərək fəxri orden və medallar tərəfdə olmuşdular. Bəli, biz 1-ci Dünya müharibəsində, belə deyim də, bizim qadınlarımız həmişə qəhrəmandır, amma 1-ci Dünya müharibəsində biz qadın qəhrəmanları görmürük. Amma 2-ci Dünya müharibəsində bir çox qəhrəmanlarımızı görürük. Aliyə Rüstəmbəyov olsun, Züleyxa Seyid Məmmədova və digərlər olsun. Üçü də götürürük. Ermənilər tərəfindən Azərbaycanlara qarşı soyqırımların törədilməsi. Nəzərə alsaq ki, 1918-ci ildə 1-ci Dünya müharibəsi dövründə soyqırım var. 2-ci Dünya müharibəsində olsa belə bu fərq sayılmayacaq. Ona görə 4 yanlışdır. Qələbənin əldə olunmasında Azərbaycanlı alimlərin, bəli, Yusif Məmmədəliyev və digər alimlərin çox böyük rolu olmuşdur. 1, 3, 5. Cavab C variantıdır. Baxaq 18-ə. Xəritədə paytaxtı ulduzla işarələnmiş dövlətin 6-cı əsr tarixinə aid olanları müəyyənləşdirin. Söhbət Konstantinopoldan, Bizansdan gedir. Sasanilərlə aramsız müharibələrin aparılması olsun. Sasani-Bizans müharibələri var. İstər Justinian dövründə, istər 571-591-də olsun. Ərəblərin yürüşü nəticəsində varlı həyətlərini itirdi. Tamam. Ərəblər yürüş eləyib Bizansdan varlı əraziləri tutublar. Amma ərəblər bunu neçənci əsr deyiblər? 7-ci əsrdə. Bizdə sualda nə istəyir? 6-cı əsr. Ona görə 2-nin üzərindən xətt çəkək. Özünün ən qüdrətli dövrünü yaşaması. Nəzərə alsaq ki, Bizansda 527-565-ci illər Justinian dövrüdür və Justinian dövrü gözəl dövrdür. 6-cı əsrdir, 3-ü də götürərik. Səlibçilər tərəfindən Bizans qarət edilib də, amma 1204-1261, 13-cü əsrdə. Bizə isə nə lazımdır? 6-cı əsr. Təbii ki, bu da səhvdir. Justinian məcəlləsi tərtib edilməsi, bəli. Hökmdarın adına uyğun olaraq 6-cı əsrdə Justinian məcəlləsi var. Cavab 1-3-5, yəni Y variantıdır. 19-a baxaq. Mehranlərin Azərbaycandakı hakimiyyəti dövründə baş verməmişdir. Mehranlər sülaləsinin hakimiyyət illəri təbii ki 630-705-ci illərdir. Rəşidi xəlifələr tərəfindən Fələstin, Suriya və Misirin fəth edilməsi. Nəzərə alsaq ki, Rəşidi xəlifələri 632-661-ci illərdə hakimiyyətdə olublar və bu bura düşür. Ona görə də A variantı yararsızdır. Ərəblərin Savalan dağı yaxınındakı döyüşdə bu 731-dir və doğrudan da 731 bura düşmür. Deməli cavabımız Bakı variantıdır. Digər variantlara baxaq.
Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi 661 bu yuxarıdakı ilə düşür. Sasani dövlətinin varlığına son qoyulması 651 bu yuxarıdakı ilə düşür. Kadisiya döyüşü 636 bu yuxarıdakı ilə düşür. Deməli, burada cavab Bakı variantıdır. Keçək növbəti suala. 20. 15-ci əsrdə Təbrizdə Ağqoyunlu hökmdarı Sultan Yaqubun zamanında inşa edilmişdir. Tamam, təbii ki, söhbət 8 cənnət əsərindən gedir, sarayından gedir. 21. Böyük Moğol İmperiyasının Dehli Sultanından fərqli xüsusiyyətini müəyyən edin. Əsası türk sülaləsi tərəfindən Hindistana qoyulmuşdur. Hər ikisi çox oxşar səhətdir. Monqol hərbi birləşmələrin hücumlarına məruz qalmışdır. Bu Dehlinin Monqoldan fərqidir. Dehlinin Moğoldan fərqidir. Ümumiyyətlə, Monqollar dünya səhnəsində parıldayıblar 13-cü əsrdə və dünyada demək olar ki, dövlətlərin 99% Monqolların yürüşünə 13-cü əsrdə məruz qalıb. Nəzərə alsaq ki, Böyük Moğol 16-cı əsrdə yaranmışdı, o Monqolların yürüşünə məruz qala bilməzdi. B. Dehlinin Böyük Moğoldan fərqidir. Bizə Böyük Moğolun Dehlidən fərqi lazımdır. Bu məsələdə ehtiyatlı olaq. Hökmdar məhdud səyahətə malikdir. Heç birisində məhdud səyahətə malik deyil. Bu da yanlışdır. Zəmindarlıq adlanan şəhər torpaq mülkiyyəti mövcud olmuşdur. Bu Dehlinin Böyük Moğoldan fərqidir. Buna biraz geniş izahat verəcəm. Cavab Y-dir. Bəli, Böyük Moğol hökmdarı Əkbərşah Dehlidən fərqli olaraq Səfəvi və Osmanlı əlaqə qurub. Zəmindarlıq məsələsinə gələndə bir geniş yer tapsaydım mən o məsələyə mütləq aydınlıq gətirərdim. Deməli, əgər zəmindar ifadəsi olsa, bu Dehli Sultanlığında iqta sahiblərinə deyilir. İqta sahiblərinə deyilir. Dehli Sultanlığında. Yox, əgər zəmindar yox, zəmindarlıq adlı bir ifadə olsa, bu Böyük Moğol dövlətində torpaq mülkiyyət formasıdır və Hindlilərə verilir. Bir daha, zəmindar Dehli Sultanlığında iqta torpaq sahibləridir, mənşələri türkdür. Yəni, zəmindar sahibkar deməkdir. Türk sahibkar, iqta sahibləri. Zəmindarlıq olsa, bu Böyük Moğola aiddir və Böyük Moğola aiddirsə, Hindlilərə verilir bu torpaqlar. Torpaq sahibliyi deyil. Bu məsələ diqqətli olaq. Bəs yaxşı, zəmindarlıq adlanan şəhər torpaq mülkiyyətinin mövcud olması, Böyük Moğolda zəmindarlıq varsa, niyə bu Dehlidən fərq kimi bunu götürmədik? Çünki zəmindarlıq şərti torpaq mülkiyyəti deyil. Zəmindarlıq Hindlilərə verilən irsi torpaq mülkiyyət formasıdır. Bax, D variantını götürməməyimizin səbəbi irsi olsaydı götürərdik. Ehtiyatlı olaq. Cavab Y. 22. Uyğunluğu müəyyən edin. Gəncə xanlığı, Bakı xanlığı, Lənkəran xanlığı. Müəyyən müddət iki hakimiyyətlik təbii ki, bu Gəncə və Şamaxıdır. Gəncə. Müəyyən müddət Qarabağ xanının asılı olmuşdur. Bu da Gəncədir. Bayat savaşından sonra Naxçıvan, İrəvan, Gəncə, Ərdəbil. 1767-də Qubadan asılı vəziyyətə düşüb Nigah diplomatiyası ilə Bakı. Bayat savaşında iştirak eləyib Şəki, Şamaxı, Qarabağın üzərində gəlmişdi. Heç birisi. Əsası Səfəvilər nəsli tərəfindən Lənkəran. Yəni 1AB, 2C, 3Y. Cavabımız B variantıdır. 23. Şuşa şəhəri. 1. Əlbəttə 1756-57-ci illərdə Pənahəli xan tərəfindən əsası qoyulub. Təbrizli, Əylisli, Qazansalı və Köçərli kimi məhəllələri var əlbəttə. Atçılıq əlbəttə, Qarabağ atları. Memarlıqda şəbəkə bu Şəki xan sarayıdır. Kələğayı bu da Şəki kələğayılardır. Deməli cavabımız 1, 2, 3-dür. Növbəti sualımız 24-də. 1993-cü ildə baş vermiş hadisələri müəyyən edin. Dövlət Müdafiə Şurasının yaranması bu 1993-dür. 1 noyabr. Ehtiyatlı olun. Var MMŞ, Milli Müdafiə Şurası.
var DMŞ, Dövlət Müdafiə Şurası. Bu məsələləri qarışdırmayaq. Milli Müdafiə Şurası olanda 1990-cı illərə götürülür. 90-cı illərin əvvəlləri 90-91-ci illərə götürülür. Dövlət Müdafiə Şurası 93-dür. Bir götürdük. Əsrin müqaviləsi 1994. Bu bizə lazım olmayacaq. Uğursuz Murovdağ yəqin nəzərdə tutub 1994. Ehtiyatlı olaq. Uğurlu Murovdağ isə 2020-dir. Heç bir halda şərt ödənmir. Heydər Əliyev Ali Sovetin sədri həmin gün qurtuluş günü kimi tariximizə düşüb 93-15 iyun. Heydər Əliyev Azərbaycan Respublikasında prezident seçilməsi bu da 1993-cü ildir. 1, 4, 5. 25. Ulu icmadan fərqli olaraq qəbilə icmasına aid olanları müəyyənləşdirək. Ulu icma bilirik ki, iki dövr mövcud olub. Riyazi cədvəllə yazsam, alt paleolit və orta paleolit. Qəbilə icmasını isə yazsaq, mən bunu təxminən belə yazardım. Elə üzərində yazaq. Üst paleolit, eneolit, parça. Yəni üst paleolit, mezolit, neolit və eneolit dövrləri. Ulu icmadan fərqli olaraq qəbilə icmasına aid olanları müəyyənləşdirək. Ağıllı insanlar tərəfindən yaradılmış insan birliyi olması. Nəzərə alsaq ki, ağıllı insan üst paleolitdə yaranmışdır. Və təbii ki, bu yalnız qəbilə icmasına aid olacaq. Ulu icmada belə bir şey yoxdur. Çünki o üst paleolitdə yaranan bir insan ulu icmada alt və orta paleolitdə yaşaya bilməz. 2. İbtidai icma dövrünün ilk insan kollektivi sayılması. İbtidai icma dövrünün ilk insan kollektivi bu ulu icmanın qəbilə icmasından fərqidir. Mövzusluğu dövründə istehsal təsərrüfatının yaranması. Nəzərə alsaq ki, istehsal təsərrüfatının ilkin vərdişləri mezolit dövründə yaranıb və mezolit dövrdə qəbilə icmasına düşür. Deməli, bu da qəbilənin fərqidir. 3-ü götürək. İlk dini inancılar bu ulu icmanın qəbilə icmasından fərqidir. Bizə lazım deyil. İnsanlar arasında bərabərsizlik isə tayfa dövründən başlayıb. Bu nə ulu icmaya aid, nə də qəbilə icmasına aiddir. Burada cavabımız deməli 1 və 3-cü variantlar oldu. Davam eləyək. 26. Xronoloji ardıcıllığı müəyyənləşdirək. Təbriz şəhərinin Monqolların qarət və dağıtlanan xərac verməklə xilas olması. Təbii ki, xilas olmuşuzda birinci yürüşdəyik. 1220-1222-ci illərdəyik. Gəncdə Xanımşahlara qarşı Bəndərin üsyanı 1231. Birinci Axisarın Gürcü qoşunlarının köməyi ilə Slavyanların məğlub etməsi 1175. Azərbaycanın Ali Monqol canişi tərəfindən işğal olunmağa, idarə olunmağa başlaması 1239. Azərbaycan tamamilə işğal olunmalıdır ki, Böyük Monqolun tərəfinə düşməlidir ki, biz Ali Monqol canişləri tərəfindən idarə olunmaq. Ona görə də burada cavab olacaq, təbii ki, 3, 1, 2, 4. Bax belə. Növbəti suala baxaq. 27-ci sual, uyğunluğu müəyyən edin. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Erməni Daşnaq hökuməti arasında bağlanan müqavilə. Hələ Erməni hökuməti var idi, 1920-yə qədər onlar var idi. İkincisi isə Rusiya Komünist Partiyasının Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarı. Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı və ona mərkəzi Şuşa olmaqla muxtariyyət verildi. Təbii ki, bu 1921 5 iyuldur. 1921 4 iyulda Dağlıq Qarabağın Ermənistanın tərkibində qalması nəzərdə tutulsa da, amma Nəriman Nərimanovun kəskin etirazı buna mane olmuşdu və cəmi bir gündən sonra Dağlıq Qarabağın Azərbaycan tərkibində saxlanılması və ona mərkəzi Şuşa şəhəri olmaqla muxtariyyətin verilməsi nəzərdə tutulmuşdu, amma 1923-cü ildə yaradılan DQMV-nin mərkəzi Xankəndi olmuşdur. A variantı 2-yə gedəcək. Borçalı Mahalı Gürcüstan və Ermənistan Sovet Respublikaları arasında bölüşdürüldü. Ümumiyyətlə biz Borçalını Gürcülərə 1921-də verdik. Amma tamamilə fərqli bir tarixdir, qərardır. Və Sovet Rusiyası ümumiyyətlə Qafqaz xalqları arasında ziddiyyətləri artırmaq üçün Azərbaycanın aldığı torpaqları Ermənistana verməklə kifayətlənmirdi.
Ermənistana verdiyi torpaqlardan bir hissəsini kəsib Gürcülərə, Gürcülərə verdiyi torpaqlardan bir hissəsini kəsib ermənilərə verib, sanki rıçaqların sayını artırırdı burada da belə desək. B variantı yararsızdır. Şərur Dərələyəz erməni Daşnaq hökumətinə verildi. Bu 1-ə gedəcək. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Sovet Ermənistan arasında bağlanmış müqavilənin şərtinə görə, əslində Sovet Ermənistan deməzdim, çünki Ermənistan hələ sovetləşməmişdi, 20-ci ilin 29 noyabrında sovetləşəcək. Müqavilənin şərtinə görə Şərur Dərələyəz erməni Daşnaq hökumətinə verildi. Naxçıvan, Zəngəzur və Qarabağ dağlıq hissəsində mübahisəli ərazilər elan olundu. Yəni C ilə D hər ikisi 1-ə gedəcək. Bizim bəzi boş boğazlar orada çıxışlar edirdilər ki, Sovet Azərbaycanı və Sovet Ermənistan sərhədi yoxdur. Çox idi o dövrdə Əli Heydər Qarayevlərimiz. 1C-D, 2A cavabımız məhz bu şəkildə oldu. Naxçıvan bölgəsi Azərbaycanın qəyyumluğu altında muxtar əraziyə çevrildi və erməni fitlərinə son qoyuldu. Belə bir müqavilə, belə bir şərtli müqavilə 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış Moskva müqaviləsindən söhbət gedir. Düzdür, bu ermənilərin bizə qarşı fitnəli heç vaxt son qoyulmayıb, amma nisbətən son qoyacaqlarına dair söz vermişdilər. Və Azərbaycan 3-cü ölkə Naxçıvanı güzəştə getməyəcəkdi. 3-cü ölkə deyilən təbii ki, bu Ermənistan nəzarət tutulur. Yəni Y variantı da Moskvaya aiddir. Ona görə Y variantı bizim üçün yararsızdır. Deməli 1A, 1C-də 2A. Belə. Situasiyaya baxaq. Mudros müqaviləsi ölkənin azadlığını çox böyük təhlükə altında qoymuşdu. Osmanlı Sultanı Antal dövlətlərinin təslim olmaq haqqında qol çəkmiş. Gənc türklərin liderləri isə xaricə qaçmışdı. Təbii ki, Mustafa Kemalın başı altında Türk ordusu yadellərə imkan vermədi. Antanta qüvvələri məğlub olub çıxarıldılar. Türkiyə ilə sülh bağlandı. Bir neçə aydan sonra Türkiyə arasında cümhuriyyətin yaradıldığı elan edildi. Mənbədə bəhs edilən azadlıq mübarizəsi zamanı TBMM hökumətin Antaliyaya qarşı diplomatik əlaqə saxladığı dövlət təbii ki, bu Sovet Rusiyası idi. Aydın məsələdir. Hər ikisi bu dövrdə eyni yeri 8 döyürdülər. Gəlin baxaq. Rusiyada vətəndaş müharibəsi gedir 1918-1920-ci illərdə. Və fikir verin. Bir tərəfdə bayaq mən bunu yazdım, ağlardır. Digər tərəfdə isə qırmızılardır. Bu müharibədə Antanta kimin qalib gəlməni istəyir? Təbii ki, ağların. Çünki qırmızılar, yəni bolşeviklər Antantanın müharibədə yarımçıq qoyub çıxmış və onun borclarını verməmişdilər. Ona görə də bu dövrdə ağlara İngiltərə və digər Antanta dövlətləri kömək edirdi. Deməli, bolşeviklər, yəni Lenin, yəni Sovet Rusiyası kimlərə qarşı vuruşurdu? İngiltərə və onun dostlarına qarşı. Mustafa Kemal kimlərə qarşı vuruşurdu? İngiltərə və onun dostlarına qarşı. Ona görə də hər ikisinin ortaq nöqtəsi bu dövrdə Antanta qüvvələrinə qarşı mübarizə idi. AXC də bu hadisələrin gedişatında təbii ki, yiyəsiz şəkildə qaldı. 29. Mənbədə bəhs edilən TBMM hökuməti ilə Antanta arasında bağlanmış müqavilənin Türkiyə üçün mühüm siyasi nəticəsini yazın. Təbii ki, 1923-cü ildə bəhs olunan müqavilə Lozanna müqaviləsidir. Lozanna müqaviləsinin şərtinə görə müttəfiq dövlətlərin, yəni işğalçı dövlətlərin planları suya düşdü. Türkiyənin müasir ərazi bütövlüyü və müstəqilliyi tanındı. Eyni zamanda Türkiyəni məğlub duruma salan və parçalayan Mudros və Sevr müqavilələri ləğv edildi. 30-dan mənbədə bəhs edilən yeni dövlətin yarandığı ilk illərdə həyata keçirilmiş mədəni tədbirlərdən ikisini yazın. Hər şeydə belə deyək, Avropalaşma oldu. Ruhanilər bütün var dövlətlərindən məhrum edildilər. Şəriət və Vəqiflər Nazirliyi ləğv edildi. Avropa tipli yeni nazirliklər quruldu. Mədrəsələr bağlandı. Avropa tipli təhsil ocaqları quruldu. Ərəb qiyafətləri ləğv edildi. Avropa geyimli qadın və kişi belə deyim, geyim tərzi qəbul olundu. Ərəb əlifbası əvəzinə Latın əlifbası əvəz olundu. Hicri təqvim dəyişdirildi və miladi təqvimdən gedilməyə başladı və bunlar hamısı mədəni hadisələrdir. Bu qədər əzizlərim.
Nəsə bir problem olsa, kimisə nəsə bir iradı, təklif olsa, gözümüzdən qaçan bir şey olsa, mütləq əlaqə saxlasın. Sağ olun, var olun. Allaha emanet olun.